6 nəfərsiniz. Hərəniz bir sıralamayla mənə cavab verin. Çox üzr istəyirəm. Axırda nə sual olacaq, Həzir? Hamımızdan qolum, hamımızdan üzr istəyirəm. Deyir ki, inək də, qoyun da. İkisi də eyni otu yiyir də, düzdür? Nəyə görə biri yopal bayra çıxır, biri qırqır çıxır? Yəqin bağırsaq sistemi də orqanlar edə çıxır. Hansı görür? İnək böyüdü, qoyun balacadır. O birisi xanım nə deyir? Sən nə dedin? Qırmızı başı. Hamımız bir cavab verin də, xahiş edirəm. İnək böyük heyvandır, qoyun balacadır da. Hərə bir cürə. Bağırsaqlarına Hərə bir cürədir də. Ölçüyə görə də. İkincini də qeyd aldım. Qeydə alırsın, sən də fikirli bir. bəlkə qoyun çox çeynəyir. Yox, hamısı eyni heyvandır. Qoyunun qəbizliyi var. Çəkirəm, hə. Amma mən sizə bir dənə söz deyim. Çox üzr istəyirəm. Amma bunu mən çox sual verməm bir şey. Aha. Niyə mənə gəldin tibdə verdin, hə? Bizə verdin bu sualı. İndi sualın cavabını özündür. Biz bilmədik. 6 nəfər həqiqətən. Hər cür onu baytarız da verər. Bir boxdan başı çıxmır. Boxdan başı çıxmır, nə əməliyyat elədi?